Mövsüm gəldi, ancaq mövsümi meyvələrin qiyməti yenə bahadır. Alıcılar mövsüm meyvələrinin qiymətlərindən gileylidir. Ekspertlər qiymət artımını nə ilə əlaqələndirir? Əməkdaşlarımız öyrənməyə çalışıb. Yay mövsümü olmasına baxmayaraq bazarlarda və mağazalarda mövsümi meyvələrin qiyməti hələ də alıcıların narazılığına səbəb olur. Məsələn, gilasın və gilanarın kiloqramı 15 manatadır. Bəs niyə meyvələr hələ də əlçatan qiymətə deyil? Qiymətlərin enməsi gözlənilirmi? Süjet boyu bu kimi suallara cavab axtaracağıq. Gilas keçən illəri 4 manata, lap yaxşıları 5 manat, amma indi 7 manat, 8 manat. Ümumiyyətcə bahadır. Gilanar 12 manat, 7 manata alçadır. Sonra ümumiyyətlə hər şey bahadır. Gilas dedilər 15 manata, əriyi dedilər 10 manata, alçalı da kilosu 10 manat, 12 manat. Yəni çeyrəkdən başqa ucuz şey yoxdur, ən ucuz çeyrək. Satıcılar da təsdiq edir ki, keçən illə müqayisədə bu il meyvələrin qiymətində artım müşahidə olunur. Gilas 5 manatdan başlayır, gəlir 10 manata kimi. Gilanar da başlayır, elə bilək ki, 6 manatdan başlayır, o da 10 manata kimi qiymət var. Ərilər 3 manatdan tutmuş, düz 8 manata kimi. Kilo qiymətlərində 1 manat, 2 manat fərqlidir. Keçən ildən bu ilə kimi. Bir il yağış olduğunu ilə gilanar biraz bahadır. 7 manata, 8 manata. Ekspertlər hesab edir ki, mövsümi meyvələrdə qiymət artımının bir neçə səbəbi var. Əsas səbəb kimi isə hava şəraiti göstərilir. Yağıntı, dolu, sərt belə deyək, qışın sərt keçməsi və ya təbdən tez isinmə, bunların hamısı müxtəlif meyvələrə, tərəvəzlərə müxtəlif cür təsir edir. Paralel olaraq ötən illə müqayisədə meyvə tərəvəzin istehsalçılarının yetişdirmə xərcləri, bazara çatdırma xərcləri də artdığına görə biz bu il əvvəlki ilə müqayisədə qiymətlərin artmasının səbəblərinin birini də buna aid etmək olar. Ekspert həmçinin bildirir ki, bu il xüsusi hallarda bəzi mövsümi meyvələrin qiymətində müəyyən qədər enmə müşahidə oluna bilər. Lakin ümumi qiymət səviyyəsinin ötən illə müqayisədə daha yüksək qalacağı gözlənilir. Aysu Qayıbova, Ağabala Məmmədzadə, ATV Xəbər.